Aleyküm selam və rəhmətullahi və bərəkatuh. Mənə cadu ediblər. Nə edim deyə sual verilir. Sualın cavabına gəldikdə. Dəyərli müsəlman, sənə cadu ediblər şübhəsi, çünki sualda biraz ehtimal edirəm kimi deyilmişdi. Yəni, elə zənn edirəm ki, cadu ediblər deyilir. Əvvələn bunu unutma. Biz Allaha ibadət edirik. İbadət sözünün altında duanı, qurbanı, sevməyi, qorxunu Allaha həsr etmək yatır. Yəni, ibadət deyəndə bir də qorxudur. Yəni, qorxu əsasən Allahdan olmalıdır. Qorxunun başı Allaha bağlanmalıdır. Təbii qorxular müstəsnadır. Heyvandan qorxmaq, yanğından qorxmaq, qaranlıqdan qorxmaq. Buna deyirlər təbii qorxu. Bu müstəsnadır. Amma etiqad qorxusu ki var, inanc qorxusu. Misal üçün, bunun cəddi məni vurar. Bu inanc qorxusudur. Və yaxud da ki, filan yerin qarşısından keçəndə, misal üçün, məzarlığa əl uzatma. Niyə? Pis olar. Bax, bunlar boş qorxulardır. İnanc qorxusudur. İnanc qorxusuna gələndə belə şeylərdən qorxmazlar. Əlini uzatdın, pis olacaq, qarşımdan nəsə keçdi, pis olacaq, ona o sözü demə, pis olar. Yəni, bunlar Allaha bağlıdır. Yəni, etiqad qorxusu varsa, bu Allahdan olmalıdır. Deməli, Allahdan olan qorxu necə olur? Sən işində düz ol, Allah səni qoruyacaq. Heç kəsdən qorxma. Kimsə sənə nəsə edər, birdən cadu edərlər. Yəni, bundan qorxmağa ehtiyac yoxdur. Çünki son zamanlar insanlar cadudan danışanda, bəzən sual verəndə, onların səsləri elə titriyir ki, sualı elə ardıcıl göndərir ki, yəni tez cavabını verin, xahiş edirəm, sanki nəsə olacaq bu yaxınlarda. O qədər lazım deyil, dəyərli insan. Əvvələn biz inanırıq cadu vardır. Yəni, küfür olsa da, yəni bu vardır, şeytan əməlidir. Bunun varlığı vardır. Amma bu qədər qorxmağa dəyərmi? Dəyməz. Çünki sənin Rəbbin var. Sən ona təvəkkül et, işini düzgün tut. İşin düzgün tutulması nədir? Səhər, axşam zikirlərini et. Qalanı Allaha həvalə elə. Allah səni qoruyacaq, səni və yaxud da övladını qoruyacaq. Deməli, birinci Allahdan qorxmaq lazımdır. Rasulullah'a da cadu əməl etmişdilər. Nə oldu? O heç bunun üzərinə düşməmişdi. Allah onun işini düzəltdi, səhmana saldı. Deməli, belə olan təqdirdə birinci Allahdan qorxmaq lazımdır, Allah qorxusunu gücləndirmək lazımdır. Sonra isə, bəli, bəzi səbəblər vardır ki, ondan düzgün sarılmaq lazımdır. Misal üçün, əgər cadu ediblərsə, onu hökmən axtarıb tapmağa ehtiyac yoxdur. Heç o adamları qapına belə çağırma, çünki onların özü də şeytandır. Əgər sən axtarıb tapmağa kimisə çağırarsansa, o da şeytandır. O da sənin həyatına şər gətirəcək. Ona görə də, yəni o cür etiqadlardan tamamilə uzaq durmaq lazımdır. Belə götürək, əvvələn şübhələnmə. Şübhələnirsənsə, şübhəni özündən uzaqlaşdır. Yox, ediblər, qəti əminsən, ediblərsə də, onu tapmağa ehtiyac yoxdur ki. Onu batil etmək lazımdır, batil etmək. Batil etmək nədir? Bəli, Allahı zikr edirsən, Bakara surəsini oxutdurursan, özün oxuyursan, oxuya bilirsənsə özün oxuyursan, daha telefonda səs qoymaq keçərli deyil, canlı oxunuş olmalıdır. Yəni, evində Quran surəsi oxutdurursan, Nəs, Fələq, İxlas surəsini oxuyursan, tutaq ki, övladına ediblər, bundan şübhələnirsən, ya da sənin özünə. Özünəsənsə, sağ əlini qoy başının üzərinə, Quranın mübarək surələrindən oxu. Allahın rəhməti bədəninə keçəcək və səndə olan o həyəcanı, o təsiri uzaqlaşdıracaq. Allahın izni ilə 1 dəfə, 3 dəfə, 5 dəfə
tədricən təmizlənəcəksən. Ya sən, ya başqası. Başqasındadırsa sağ əlini başına qoy, oxu bu kiçik surələrdən. İxlas, Fəlaq, Nəs surələrini, Ayətəl Kürsini, Bəqərə surəsinin son 2 ayəsini. Bax, bunları oxuduqca ümumiyyətlə Qur'anın hər hansı bir surəsini. İstəsən, bilənsənsə oxu. Beləliklə də təmizlənirsən. Daha başqa heç bir şeyə ehtiyac yoxdur. Cürbəcür çarələr deyirlər, sidir suyu içmək kimi, nələr. Onlar mütəxəssislərin məsləhətləridir. İstəsən edə bilərsən, onu etməsən belə, deyilənə qulaq assan, bu sənə kifayət eləyəcək. Əslində sənin ən böyük fəlakətin ondan o qədər qorxmağındır. O qədər qorxmağa ehtiyac yoxdur. Səndə nə yaradır, o qorxu yaradır. Qorxudan uzaq düş. Çünki bu hallarda bəzən metafizik bir əlaqə yaranır. Nəsə bir şey insanda baş verir. Ola bilər bir şey etsinlər, bir şeylər baş versin. Amma ki, o qədər qorxmağa ehtiyac yoxdur. Zaten bizim bütün həyat qorxular üzərindədir də. Hər şey, xəstəlik ola bilər, küçədə şərrə düşə bilərsən, qəza törənə bilər. Hər şey var da ətrafda. İndi biz nə edək? Qorxumuzdan xəstəlik tapaq. Yəni, bu da belə, bu da onlardan biri. O qədər qorxmağa ehtiyac yoxdur. Heç qətiyyən, heç vaxtı bu şeyi zənn etdiniz, əsla molla yanına getməyin, dindar yanına gedib çarə axtarmayın. Onlar sizi daha böyük bəlaya salacaqlar. Dua yazdırmaqdır, bunların hamısı batildir, hamısı oyun oyuncaqdır. Sadəcə olaraq sənin Rəbbin yardım edir və öz içindəki iradəni gücləndir. Qorxma, qətiyyən qorxma, zikirləri çoxalt, təmiz qal, Allahdan qorx, təmizlənəcəksən. Belə də ki, nə olacaqsa da Allahın yazdığı baş verir, qədərdir. Zaten ola bilər də sənin qonşundan sənə pislik olsun, evinə uğrasın. Ya da ki, sənə xəsarət yetirsin. Bax, bu da onlardan biridir. Elə bil, biri sənə pislik etdi. Vəssalam, Rəbbin səni vəziyyətdən çıxardacaq, bununla məhv olmayacaqsan. Bu məsələnin digər tərəfi. Sonra buna bir başqa aspektdən də baxaq. Çox insanlara işi biraz düz gətirməyən kimi anında bundan şübhələnir. Mənə nəsə ediblər. Sən bilginən, sənə nəsə ediblərsə, o edən adam ki var ha, o qədər böyük xərc çəkməlidir ki bu işə. Çünki bu iş 5-10 manata düzələn işlər deyil ha. Yəni o ucuz mollalar var, 50 manata, 30 manata işlər görürlər ha. Bu işlər təsirli deyil ha. Yəni elə işlər eyləsələr heç bir təsiri yoxdur. Boş bir şeydir. Tutaq ki, daha böyük günahkarın yanına gedib, küfür əhlinin yanına gedib, sənin üçün böyük iş görüblərsə, yəni onun üçün o gərək xərcləsin 3000, 5000 kimi pul xərcləsin. Bu işlər 50 manata, 100 manata olan işlər deyil. Ona görə də hər kəs anında özündən bu barədə şübhələnməsin. Mənə nəsə ediblər. Sən onu düşün, sənin üçün 3000, 4000 xərcləməyə dəyərmi? Əgər dəyəcək səviyyədə düşmənçilik olan birisi vardırsa, bəli, o zaman bayaq dediklərimizi et. Yox, mənə kimdir 3000 xərcləyən? Bunu düşünürsənsə, o zaman get öz işinlə məşğul ol, rahat ol, Allahı zikr et, dinində möhkəm ol, qalan heç bir şey olmayacaq. Zaten o birisi vəziyyət də olsa, fəlakət olmayacaq, nə olacaq? Sənə nəsə bir kiçik pislik edəcəklər. Sənin Rəbbin o pisliyi sənin həyatında yaxşılıqla sabah əvəz eyləsə, hələ sənə o bəsdir. Onun özünə bu pislik qalacaq. Çünki bu əməli edən və etdirən ikisi də dindən çıxır. Müsəlman deyildirlər onlar. Namaz qılsalar da. Çünki bu əməli elətdirən şeytana ibadət edir. Şeytana ibadət edənə də Allahın ibadəti lazım deyil. Belə dəyərli müsəlmanlar, çox da bu işlərdən qorxmayın. Bunu həyəcanlandırmayın özünüzü bu işlərə görə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.